Saç tökülməsi çox zaman hormonal dəyişikliklərlə əlaqədar baş verir. Dermatoloqlara gedib, effekt almayan, yaxud da səbəbsiz, yaxud da uzun müddət davam edən saç tökülməsi varsa və bərabərində digər şikayətlər varsa, bu cür pasientlərin endokrinoloqla görüşməyi vacibdir. Onu da deyim ki, saç tökülməsi təkcə qadınların problemi deyil, eyni zamanda kişilərdə də bu problemlər ola bilir. Bunun ən bariz nümunəsi hipotiroidizm xəstəliyidir, yəni qalxanvari vəzin hormonu yetərsizliyi mütləq şəkildə inkar olunmalıdır. Saç tökülməsinin digər səbəbi böyrək üstü vəzlərlə bağlı ola bilir. Saç tökülməsi xüsusən gənc qızlarda, qadınlarda hiperandrogenizm dediyimiz hormonal balansın dişi hormonların artması istiqamətində dəyişməsi də diffuz, yəni hər tərəfli saç tökülmə, diffuz alopesiyalar dediyimiz saç tökülməsinə səbəb ola bilir. Amma bunun isə altında yatan bəzən qadınlarda dəmir defisiti anemiyalar, vitamin D defisiti, mineralların çatışmazlığı, bunlara bağlı sink defisiti, H vitamini, biotinin əskikliyi və s. səbəb ola bilər. Anemiyalar xüsusən burada yer tutur. Daha çox hormonal səbəblər içərisində endokrin patologiyalar içərisində tiroid vəzi xəstəlikləri çox önəmlidir. Burada saç tökülmənin bərabərində dırnaq qırılması, dəri quruluğu bu kimi şikayətlər də ola bilər. Qızlarda yumurtalı polikistoz sindromunda saç tökülməsi, dərinin yağlanması, seborreya ilə dermatitlər hakimdir. Saç dərinin bir atributudur və dəri estetika və gözəllikdir. Bu baxımdan dəri və saç problemi olan insanlarda xüsusən müalicəyə aldığı müalicələr rəqəminin effekti olmursa, mütləq şəkildə endokrin səbəblər araşdırılmalıdır.